Koroğlunun həyatı. Koroğlu Azərbaycan, Türkiyə və digər türk xalqları arasında məşhur olan xalq qəhrəmanı idi. Koroğlu haqqında məlumatlar əsasən Koroğlu dastanından gəlir. Buna görə onun həyatı haqqında danışarkən tarixi faktlarla yanaşı əfsanəvi hadisələr də yer alır. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Atası Alı, kişi bir bəyin ilxıçısı idi. Günlərin birində bəy Alı kişinin haqsız yerə cəzalandırır və onun gözlərini çıxartdırır. Bu hadisə Rövşəni çox sarsıdırır. O atasının inqisasını almağa and içir. Buna görə də ona sonradan Koroğlunun oğlu, yəni Koroğlu adı verilir. Koroğlu böyüdükcə güclü, igid və cəsur bir gəncə çevrilir. O at sürməkdə, qılınc oynatmaqda və döyüşməkdə hamıdan seçilirdi. Onun ən yaxın dostu və döyüş yoldaşı məşhur Qırat adlı atı idi. Koroğlu Qıratla birlikdə bir çox macəralar yaşamışdır. Koroğlu zülmə və haqsızlığa qarşı mübarizə aparırdı. O kasıbların və zəif insanların müdafiəsinə qalxır, zalim bəylərlə və hakimlərə qarşı çıxırdı. Buna görə xalq onu çox sevirdi. Və o öz dəstəsi ilə birlikdə Çəllibel adlı yerdə yaşayırdı. Çəllibel onun və igidlərin məskəni hesab olunurdu. Dastanda Koroğlu, Dəli Həsən, Eyvaz, Dəmirçioğlu və başqa igidlərlə birlikdə keçirdiyi çox döyüşlərdən bəhs edilir. O hər zaman ədaləti qorumağa çalışır və insanlara kömək edirdi. Koroğlu həm də saz çalır, qoşmalar oxuyur və şeirlər söyləyirdi. Bu xüsusiyyəti onu digər qəhrəmanlardan fərqləndirirdi. Koroğlunun həyatı haqqında müxtəlif rəvayətlər mövcuddur. Bəzi rəvayətlərdə onun uzun illər yaşadığı, bəzilərində isə döyüşlərdən birində həlak olduğu bildirilir. Lakin dastanlarda onun ölümü dəqiq göstərilmir. Buna görə də Koroğlu xalq yaddaşında ölməz qəhrəman kimi yaşayır. Bugün Koroğlu Azərbaycan xalq ədəbiyyatının ən məşhur qəhrəmanlarından biridir. Onun haqqında dastanlar, kitablar, filmlər və tamaşalar yaradılmışdır. Koroğlu igidliyin, cəsarətin, ədalətin və vətən sevgisinin simvolu hesab olunur.